بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين وآله الطيبين الطاهرين المعصومين ولعنة الله على أعدائهم أجمعين من الأولين إلى الآخرين. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. والسلام عليكم أيها الحاضرون الجالسون والمستمعون ورحمة الله وبركاته. محمد وآل محمد صلواتنا يا دليل alim, ülema, fəqih, füqaha, vaizlər, minbər əhli, möminlər, möminələr, məscid əhli, cəmaat əhli, dünyadan gedən valideynlərimiz, boynumuzda haqqı olanlar, cəmisini yad eləyək, məxsusən Seyyid-i Şühəda, balaları, vəfalı əshabı, cəmisini salavatla yad eləyək. Muhammed və Ali Muhammed. Sahibi əza, sahibi matəm, məsumlardır. Biləxəs, xanım Zəhra, salamullahi aleyha, cəmisinə təsliyyət ərz edib, öz Mövlamız, öz sahibimiz, öz ağamız, Məhdiyə Mavud, Əcəlallahu Teala Fərəcəhu Şərif, Ağa İmam Zaman, salamatlığına salavat hədiyyə eləyək. Muhammed və Ali Muhammed. Tarix eynən təkrar olmasa da, müəyyən oxşarlıqlarla təkrar olur. Müəyyən hadisələrin bir-birinə oxşarlığı vardır. Və hər zamanda Xudavənd-i Mütəalın, Pərverdigar-ı aləmin yer üzündə hüccətləri vardır ki, Pərverdigar-ı Mütəal o hüccətləri vasitəsilə müqəddəs İslam dinini qoruyub, saxlayıb və qoruyub, saxlayacaq da. O şey ki, bizim boynumuzadır, o şey ki, bizim öhdəmizədir, hər zamanədə, hansı zamanədə yaşamağımızdan asılı olmayaraq, İslamın hədəflərini bilmək və o hədəflərin əsasında əməl eləmək lazımdır və bizə vacibdir. İnsan səy eləsin, öz vəzifəsini bilsin. Əgər insan vəzifəsini bilsə və vəzifəsinin əsasında əməl eləsə, hər zaman Pərverdiyarına tərəf getməyə insan hazırdır. Çünki vəzifəsinin əsasında əməl eləyibdir. Pərverdiyar-ı Mütəal insanın yaradanı, insanın xaliqi, insanın aşiqi olan bir kəsdir. Daima Pərverdiyar-ı Mütəal öz bəndələrini tələb eləyir. Allah Teala əgər bizim özümüzdən də götürəndə evimizə dəvət elədiyimiz şəxslər, evimizə çağırdığımız şəxslər, ürəyimiz istəyən şəxslər olar. Bir nəfərə məhəbbətimiz olmasa, bir nəfəri istəməsək, öyümüzə dəvət eləmərik. Məscid Allah öyüdür. Allah istədiklərini dəvət edəyim məscidə. Hər kəs məscidə qədəm qoyubdur, Pərverdigar-ı Mütəal ona yollar öyrədibdir, özünə yetişməkliyə. İnsan xoş olsun, sadıqdır, xoş sadıqdır o insanın halı ki, məscid əhlidir. Məxsusən
Cavan qardaşlar ki, bugün çoxluq sözü iləndir burada. Məsciddə huzur olmaqlıq, tapmaqlıq Seyyid-i Şühədanın ən böyük hədəflərindən biridir. Bu günləri ki, biz Seyyid-i Şühədaya ağlayırıq, zəncir vururuq. İlləti budur. Seyyid-i Şühəda gedibdir, məscidlər qalsın. Seyyid-i Şühəda gedibdir, namaz qalsın. Seyyid-i Şühəda gedibdir, onun hədəfləri qalsın. Çünki Pərvərdigar-ı Mütealın hər zamanda hüccətləri var, onun dinini saxlayır. Seyyid-i Şühəda görsədibdir ki, hüccət yer üzündə necə olmalıdır? Dini saxlayan yer üzündə necə olmalıdır? Bu Hüseyin Mektebi ki vardı, bu 10-15 gündə söhbət olubdur. Mən bu söhbətləri eləyirəm, ona görə ki, bu günləri axırıncı söhbətimizdir. Ki, üçün o yerəcən ki, lazımdır da söhbətlər olundu. Amma bir dənə mənim borcum qalır. O da ki, qadınların İslamda fəaliyyəti və rolu ki, onu inşallah bir başqa vaxtda söhbət eləyərik. Şayid məsələn, bir həftəyə, 10 günə sonra, hər halda bu günlər bu elədiyimiz söhbət bu günə tamamlanır. Mənim məqsədim nədir bu sözləri deməkdə? Məqsədim, hədəfim budur bu sözləri deməkdə ki, əziz qardaşlar, diqqət ediyor. Təkcə bu söhbətlərlə, bu məhərrəmli məsciddə huzur tapmaqlığına kifayətlənmiyor. Allahın yer üzündə hüccətləri var. Ayman zaman bizim zamanənin hüccətidir. İbadətlə, itaətlə, məscid əhli olmaqlığına ağanın zuhuruna hazır olun. Ağanın zuhuruna hazır olun. Elə ki, ağa imam zaman zuhur elədi, dedi mənim köməkçilərim hani? Deyirsiniz ki, ya ləbbək, ağa hazırıq. Ağa hazırıq sənin xidmətində. Bu zərəfət deyil. Allahın vədəsi vardır, ağa gələcək. Ki, bəyan Mərsidə də oxuyurdular. Çox gözəl Mərsid, mənim xoşuma deyil. Ağa gələcək. O vaxt gələcək ki, biz ağanın gəlməyini istəyək. Ağanın gəlməyini istəməkliyi də əhl-i ibadət olmaqlıqlandır. Məscid əhli olmaqlıqlandır. Namaz əhli olmaqlıqlandır. Əgər bunlar olsa, ağa gələcək. Amma ağa gələndən sonra hüccət yer üzündə tarix təkrar olur. O günlərin məclislərin birində biz işarə elədik. Sual eləyirlər ki, neyçin Seyyid-i Şühəda Kəhf surəsini oxuyurdu, baş nizədə olanda illəti vardı. İlləti boydu, Seyyid-i Şühəda deyirdi, zaman təkrar olur. Bir günlər əshab-ı Kəhf üçün bu hadisə qabağa gəlmişdi, dini qorumaq üçün onlar qaçdılar, dağda pənah apardılar. 300 ildən sonra qeydlər Allahın əhkamını yerisine çatdırdılar. Bugün növbə mən Hüseynindir. Cəmaat Kəhf surəsinə baxın, eynən o haləti mən təkrar eləmişəm. O günləri onlar dinin yolunda getdilər, bu günləri mən gedirəm. Mən onlardan ilham aldım, qiyam elədim, siz də məndən ilham alın. Siz də məndən ilham alın, ağa imam zaman gələndə, day ağanın ətrafında 72 nəfər qalmasın. Day ağanı şəhadətə çatdırmıyor. Baxın şiələr, hazır olun. Baxın müsəlmanlar, hazır olun. Ağa məzlumdur. Vallahi ağa imam zaman məzlumdur. Ağa oturub ağlayır, o günü gözləyir ki, Seyyid-i Şühədanın qanını alsın. Amma Hasan alacaq, o zamanki şiələr ağanı istəyəcəklər, deyəcəklər gəlsin. O zaman ağa gələcək ki, o zaman hüccət gələcək ki, şiələr hazır olacaqlar, deyəcəklər ağa gəl. Day bəsdir intizarda diyandın qeybətdə, bugün gəl yine. Ya yine Allahümme kulli veliyyikəl hüccətim necəsin. Dəvət edəcəksən, çağıracaqsən, salavat göndərəcəksən, ibadətinlə, əməlinlə çağıracaqsən. Gedməyin məsciddən. Allah heç kəsi qovmur. Məgər ki, özü insan çıxıb geçsin. Gedməyin, olun məscid əhli. Bu məscid çox insanları yola salıbdır. Bizlər də yola salacaq. Yaşlılarımız, ağsaqqallarımız, Allah can sağlığı versin onlara. Amma elə bu kənddə, burada ağsaqqallar oturublar, onlar gediblər. Gələcək nəsillər onların yolunu tutubdur. O nəsillərlə danlıbdır, cavanlar tuzeylər. Bu cürlə din saxlanılıbdır, bu cürlə din qalıbdır. Bu günləri məscidlərində olmağı lazımdır. Bu günləri məscidlərə gəlmək lazımdır. Hər halda bu günləri, hər zamanın hüccəti olduğu gibi, ağa imam zaman hüccətdir bu zamanədə. Bəşarətdir bizlərə. Bəşarətdir bizlərə, bəşarətdir bizlərə. Mən bunu böyük ustadlardan eşitmişəm. Buyururdu ki, xoş halına Azərbaycan əhlinin,
ağa zuhur eləyəndə ağanın köməkçiləri birinci buradan qalxacaqlar. Bu Azərbaycandan qalxacaqlar. Gedəcəklər Təbrizdən sonra onlara qoşulacaqlar, gedəcəklər ağanın köməyinə. Xoş olsun, saadət olsun o insanların halına. Baxın, qədrimizi bilin. Məscid əhli olun, ibadət əhli olun ki, sabah ağa zuhur eləyəndə daha hələ birinci gedənlərdən olayıq. Az vədə də vədə o ki vardır rəvayətin hədislərindən, vaxtı da az qalıbdır. Vaxtı da az qaldı ağanın zuhuruna. İnşallah Allah qismət eləsin. Ancaq çalışır əməlimizlə. Nə qədər məsumsuz, nə qədər sonradan çətindir. Düşməni qoyma daxil olsun qəlbivə. Düşmən qəlbə daxil olunsa oranı dağıdır. Dağılıb çıxardırsan onu, ancaq dağıdandan sonra çıxardırsan. Nə qədər məsumsan, uşaqsan, ibadətinlə, itaətinlə. Amma içəri girdi, 1 il, 2 il, 3 il günah elədir, onu çıxardanda dağıdır içərini, çıxardırsan onu. Dağıdır, sonra həmişə də onu o girdab, o çirkinliyi yumaq çox çətindir insancıq. Cavansan, məsumsan, günahsızsan, hələ hətta buluğa cəzmamışsan. Bil qədrivi ki, bu günləri dəvət edir səni, gəlmişsən Seyyid-i Şühədanın məktəbinə. Hər halda söhbətimizi bunun üstünə gəlməyini mən istəyirəm ki, əziz qardaşlar, Məhərrəmdən sonra da buradan ayrılmasınlar, məsciddən ayrılmasınlar, söhbətlərdən ayrılmasınlar. Əgər dini alimin barəsində sizə bir söz dedilər, mən özümü demirəm, Allah şahiddir. Əgər dini ruhaninin barəsində söz desilər, bu belə elədi, elə elədi, qulaq asmıyor. Qulaq asmıyor. Elənçi elədilər Seyyid-i Şühədanın ətrafından dağıtdılar. Elənçini elədilər Əli ibn Əbi Talibin ətrafından dağıtdılar. Elənçini elədilər İmam Həsən Aleyhisselamın ətrafından dağıtdılar. Məsumlarımızı tək qoydular. Dağıtmasınlar sizi ruhaniyyətin ətrafından. Bu günləri ruhani, Resulullah buyuruyor, Ənə və Əliyyün əbəvə hazihil ümmə. Mən və Əli bu ümmətin atası. Ruhaniyyət sizi onlara tərəf çağırır. Onlara tərəf çağırır. Ruhani özünü təbliğ eləyə bilməz, ixtiyarı yoxdur. Hər nə desə əlində hüccəti var. Hər nə desə əlində dəlli var. Gördün, bəli, bir yandan ki, bu ruhaniday fasikdir, zahirdir, fiski, ondan sonra başqa. Qulaq asmayla hər kəsə, o səni istəyən deyil, istəyən olsa gördün, qəlbimi çirkləndirir bir nəfərin barəsində, ruhaninin barəsində, gəl soruş ondan, deyilən bu sözü mənə deyiblər sənin haqqında. Gəl soruş ondan, gör, neysin, gör, elə deyil. Bu günləri ruhaniyyətin ətrafından dağılmalıq, valla ətrafından dağılmalığa bağlıdır. Bu günləri ruhaniyyətin Seyyid-i Şühədanın ətrafından dağılmalıq. Qənimət əlvüzdə saxlayın. Qənimətdir əlvüzdə saxlayın ki, heç yerdə böyle. Çünki Allah Teala Əli ibn Əbi Talibin vilayəti ilə tamamlayıbdır İslamı. Bugün ruhaniyyət Əli ibn Əbi Talibin imamətinə dəvət eləyir. Əgər ruhaniyyətdən uzaq salsalar, cavanlarımızı, uşaqlarımızı çəksələr ruhaniyyətdən uzaq, vallahi Əli ibn Əbi Talibin vilayətindən uzaq çəkiblər bizləri. Əli ibn Əbi Talibin vilayətindən uzaq çəkiblər. Əgər ruhaniyyət onları çatdırmasa bizə, kim çatdıracaq bizə? Əgər Ağa Resulullahın dinini çatdırmasa, kim çatdıracaq bizə? Əgər Qur'anın kəlamını, Pərvərdigar Mütealın kəlamını ruhaniyyət çatdırmasa, kim çatdıracaq bizə? Hansı namazla Pərvərdigar Mütealın qapısına gedəcək? Hansı orucla Pərvərdigar Mütealın qapısına gedəcək? Diqqət ediyor. Bugünləri hər kəs çalışır, düşmən çalışır. Bəzilər dostlardır, düşmənlərin olublar vasitəsi. Düşmən çalışır ki, müsəlman olmayan düşmənlər çalışır ki, ruhaniyyətlə möminlərin arası vursun. Bəzi özümüzdən olan dostlarımız allanırlar onların feylinə. Onlar da bu yolda qədəm götürürlər. İnşallah biz cəhalət üstündən hesab edirik. Əgər cəhaləti olmasaydı, vallah bir neçə nəfər vardı, çoxdan ölməliydi. Niyə görə ölməyiblər? Mən Allah bilir o neye görə. Nə illəti var bir neçə nəfər ölməli? Yəni Allah öldürməliydi ya. Niyə ki kimsə onları öldürməliydi? Xeyr. Bəzi adamlar var, gecə gündüz ruhaniyyətin əleyhinə təbliğ edirlər. Vallahi onlar qalmamalıydılar o hədis, o rəvayətlə, o əməllərlə. Niyə görə qalıblarsa o Allahın hikmətlərindəndir. Necə dünyadan gedəcəklərsə məlumdur. Məlumdur. Ancaq heyifdir. Qədrinizi bilin, ruhaniyyətdən uzaq düşməyin, faksuz, safsuz. Ona görə mən bu sözlədim. Yenə deyirəm, mən şəxsiyyətə görə deyirəm. Bizdən qabaq olublar, biz də ölüb gediblər, biz də gedəcəyik. Heç məlum deyir ki, necə öləcəyik.
o da məlumdur. Ancaq hər halda Pərverdigar misal bugün istəyib ki, bizim dilimizdə bəzi sözləri çatdırsın. Da o bizliyi deyir. O bizliyi. Keçən söhbətlərdə işarə elədik. Yol açıqdır. Allah Teala istəyir hamısından. Məxsusən deyir, cavan qardaşlərdə. İstəyir, öyrənsinlər. Allah Teala öz Qur'anı onların dili ilə çatdırsın cəmaata. Hər halda Seyyid-i Şühədanın şəhadətindən sonra İraq cəmaatı, Kufə cəmaatı ayıldılar. Öz tutduqları əməldən peşman oldular. Biz nə iş görmüşük? Biz Seyyid-i Şühədanı dəvət eləmişik, çağırmışıq, Seyyid-i Şühəda gəlib, sonra qılınclarımızı çəkmişik, onu öldürmüşük. Peşman oldular, narahatçılıq keçirdilər. Yığıldılar hamısı Süleyman ibn Surədin evinə. Süleyman ibn Surəd, Ağa Rəsulullahı görmüş səhabələrdəndir. Yaşlı bir şəxsiyyətdir, 90-90-dan yuxarı yaşı vardı. Bir çox şəxsiyyətlər olublar, çox yaşlı vaxtlarını tarix bizim üçün qeyd edibdir. Məsələn, Həbib ibn Məzahir kimi şəxsiyyətlər, ya Süleyman ibn Surət kimi şəxsiyyətlər, bunlar çox yaşlı adamlar olurlar. Bu onu çatdırır ki, insan əgər əvvəldən imanı möhkəm olsa, 90 yaşında da imanı saxlayacaq. Ancaq çoxları saxlaya bilmir ha. Çünki iman möhkəm olmasa qəlbində yaşlandıqca dindən çıxır. Bu bizim qulağımıza sırğa olmalıdır ha. Möhkəm olmasa içəri insan yaşlandıqca dindən çıxacaq. Çətin bir halətdir insanda. Bu bizim üçün bir işarədir. 90 yaşında bu şəxsiyyətlər vardı ki, 90 yaşında qılınc vururdular. Dindən müdafiə edirdilər. Yəni, heç bir halda təklif götürülmür heç kəsin boynundan. Bugün mənim 60 yaşım var, 70 yaşım var, 80 yaşım var, daim mənim təklif götürülsün boynumdan. Elə şey yoxdur ha. Elə şey yoxdur. Hər kəsin boynunda təklif vardır. Cavanın bir təklifi var, yaşlının bir təklifi var. Süleyman ibn Surət yaşlı bir şəxsiyyətdir. Yığıldılar hamısı bunun ətrafına. Dedilər ki, Süleyman ibn Surət, biz peşman olmuşik. Təvvabin hərəkatı yarandı. Təvvabi, yəni tövbə eləyənlər hərəkatı yarandı. Bunlar başladılar hər tərəfə xəbərlər göndərdilər, xəbər yaydılar ki, və şiələr bu günləri birləşirlər İmam Hüseyin ağanın qanını almağa görə. Və dəstə-dəstə adamlar başladılar bunlara qoşulmalığa. O cümlədən də Muxtar, Müslümün qətli zamanındakı Hani ilə Müslümü öldürdü İbn Ziyad. O zamanlarda tüm Muxtar himayət edilmişdi Müslümdən. İbn Ziyad Muxtarı atmışdı zindana. Ona görə Kərbəlada Muxtar iştirak edə bilmədi. İmam Hüseyin ağanın Kərbəlasında Muxtar iştirak edildi. Çünki İbn Ziyadın zindanındaydı. Muxtar sonra Abdullah ibn Ömər ki, Muxtarın bacısını almışdı, onun vasitəsilə İbn Ziyaddan istədi, onu çıxartdılar, zindandan azad elədilər. Zindandan azad olan sonra Muxtar gəldi Süleyman ibn Surədin yanına. Süleyman ibn Surədə təklif elədi ki, artıq yığılıbdır filan qədər ətrafımızda adam var, qiyam eləyək, qalxıq, Übeydillah ibn Ziyad, bunu Ziyad öldürək, aradan götürək, İmam Süleyman qatillerini məhv eləyək. Amma Süleyman ibn Surət buna razı olmadı. Dedi, ətrafımızda adam azdır, hələ qoy biraz çoxalsınlar. Ona görə Muxtar ayrıldı bundan. Ayrıldı, başladı cəmaatı özünə tərəf dəvət eləməyə. Dedi ki, Süleyman ibn Surət yaşlıdır, biraz bu işdə onun səriştəsi yoxdur. Muxtarın az yaşı yoxdur, şəhid olundu, 67 yaşı vardı Muxtarın özünün. Hər halda gəlin mənə tərəf. Bunu ki, bu cürünə gördülər belə bir hərəkatını, Muxtarı təzdən tutturub attırdılar zindana. Ki, Muxtar artıq hərəkət eləməsin. Muxtar zindanda olanda Süleyman ibn Surət öz ətrafında olan adamlarına, bir miqdar adamla qiyam elədilər. Amma bunların qiyamları çox çəkmədi. Seyyid-i Şühədanın ki, o hədəflərə görə ki, Seyyid-i Şühəda qiyam eləmişdi, söhbətlərdə dedik bunları. İmam Hüseyin ağanın qiyamından hədəfi bu idi ki, insanda cəmiyyətdə bir ayıqlıq əməli götürsün. Başa salsın ki, din əldən gedir, dinə görə qiyam eləmək lazımdır. Dinə görə ayağa qalxmaq lazımdır. Artıq bunlar yavaş-yavaş bu inqilablar başlayırdı. Süleyman ibn Surət məğlub oldu. Məğlub olması şiələr ətrafından dağıldı. Muxtar ikinci dəfə Abdullah ibn Ömərə məktub yazdı ki, bacısının ərinə ki, məni zindandan qutarıcına. Zindandan sonra əhd aldılar Muxtardan ki, gedib da qiyam eləməyəcək, qalxmayacaq zamanının rəhbərlərinin əleyhinə. Muxtar çıxandan sonra güldü bunlara. Dedi ki, məndən əhd alırlar ki, mən qiyam eləməyəcəyəm.
Ancaq Muxtar çox siyasətçi bir adam, özü çox döyüşçü idi, cəsur bir adamdır, qüvvətli bir şəxsiyyətdir. Ondan sonra Muxtar başladı Süleyman ibn Sürədin ətrafında olan şiələri yavaş-yavaş öz ətrafını yığmağa. Hər yandan Süleyman ibn Sürədi böyük bir şəhid kimi, inqilabçı kimi qələmə verdi. Onun ətrafında olan dostlarını başladı özünü cəm eləməyə, ta qalsın bir dənə inqilab, hərəkət yaratsın. Özü üçün bir hərəkət yaratsın. Bu tərəfdən də tarixlər, bəzi tarixlər bunu qeyd ediblər ki, Muxtara Əmir-əl-Müminin məktubunu çatdırdılar. Muxtar gördü, Əmir-əl-Müminin Muxtara məktub yazıb o vaxt qoyubdu ki, Muxtar, sən qiyam eləyəcəksən, mənim balamın, İmam Hüseyin ağanın qanını onlardan alacaqsan, bu işdə Allah sənin yavərindir və bu işi Allah təala sənə həvalə eləyibdir Muxtara. Muxtar bunu məktubu görəndə bədəndə titrəmə əmələ gəldi, təsəvvür elə. Əli ibn Əbi Talib Muxtar üçün məktub yazıb qoya. Bunu eşidəndə Muxtarda bir titrəyiş əmələ gəldi ki, yəni Allah mənim əlimdən Seyyid-i Şühədanın qatillərinin qanını alacaq, biraz da əlaqə yarandı, məhəbbət yarandı və daha geniş ətrafında başladı təbliğ eləməyə. Digər bir tarixlərdə vardı ki, Məhəmməd Hənəfiyyə üçün məktub göndərdi ki, Məhəmməd Hənəfiyyə o var, İmam Hüseyin ağanın qardaşı idi ki, ondan qiyamına görə razılıq alsın, icazə alsın. Məhəmməd Hənəfiyyə də İmam Zeynalabdin əleyhissalam üçün xəbər göndərdi ki, Muxtar belə bir iş görmək istəyir, sən buna icazə versən yoxsa yox. İmam Zeynalabdin əleyhissalam bir kəlmə söz dedi. Nə qədər məzlumiyyət olubdur. Ona görə deyirəm, gəlin, onların ehtiyacı var. İmam Zeynalabdin buyurdu, əgər bir dənə zənci, qara qul qiyam eləyib bizim qanımızı almağa, vacibdir ona kömək olunsun. Hər zamanda şiəni ayağa qaldırmağa, əgər qalxasan, vacibdir. Şiəni dilindən, əməlindən, yazından, hər neylə şiədən müdafiə eləsən, əyimmədə İmam Zeynalabdin sözünü əməl eləmişsən sən. İmam buyurdu ki, əgər bir dənə zənci qara qul da qiyam eləsə ki, bizim qanımızı alsın, ona kömək eləməkliyi lazımdır, vacibdir. Ki, icazə verdi. Muxtar elə ki, icazə aldı Məhəmməd Hənəfiyyədən ki, imam icazə vermişdi qiyamə, ondan sonra qiyam, tədricən qiyam qalxdı. Qiyam alınsa, əlbəttə Maliki Əşlər üçün, Maliki Əşlərin oğlu İbrahim ibn Malik üçün məktub getdi ki, çünki özü bir qudretli bir şəxsiyyətdir, bir qəbilə başçısı idi ki, şücaətli bir şəxsiyyətlərdirlər bunlar. İbrahim üçün məktub getdi ki, Muxtar qiyam eləyir, ona köməkçi olacaq. İbrahim razılıq verdi Maliki Əşlərin oğlu, mən qiyam eləyərəm Muxtarına, ancaq bu şərtlə ki, gərək mən olum rəhbər, yəni qabaqda mən gedim, bütün rəhbərliyi mən əlimə alım. Muxtara gəldilər, bu sözü çatdırdılar, Muxtar bir söz demədi. Elə İbrahimin evinə gedir ki, bu məsələni həll eləsinlər, qiyamını, Məhəmməd Hənəfiyyədən məktub gəldi İbrahimə. Məktubda yazılmışdı ki, İbrahim, Muxtar qiyam eləyir bizim qanımızı almağa, məsləhət görürəm ki, Muxtarla beyət eləginər, qoy Muxtar bizim qanımızı alsın. Elə ki, Məhəmməd Hənəfiyyənin məktubu çatdı İbrahimə, İbrahim o dəqiqə beyət elədi Muxtarla, qiyam elədilər. Qiyam eləyəndən sonra, indi Muxtar hər yerdə, diqqət ediyor, Allah Teala fürsət verər, amma istəsə bir nəfəri tutsun, sürətlə tutar. Fürsət verər, tələsi yoxdur Allahın işində. Amma sürət vardır Allahın işində. Tələsməklə sürətdə fərq vardır da, tələsməklə sürətdə fərq vardır. Allah Teala tələsməz, amma bir işi görəndə tez görər. Uzadmaz o işi. Allah Teala bunlara bir müddət möhlət verdi Seyyid-i Şühədadan sonra. Onlar ki, kömək eləmişdilər İbn Ziyada, Ömər Sədə. Bir müddət yaşamağa imkan verdi onlara. 3 ay, 5 ay yaşamağa imkan verdi onlara. 3 il, 4 il məsələn imkan verdi onlara. Amma elə ki, Muxtar qiyam elədi, dedi, hər yerdə Seyyid-i Şühədanın ölümündə iştirak edə Seyyid-i Şühədanın qətlində o qoşunda olublar. O qoşunda kömək edə pulu ilə, malı ilə, atı ilə, dəvəsi ilə, hər neylə kömək edə dili ilə hamısı öldürülməlidir. Hamısı öldürülməlidir. Muxtar qiyam eləməklə nə ki şəxsiyyətlər olmuşdular, hətta bir yerdə gəlin Muxtara dedilər ki, Muxtar Seyyid-i Şühəda şəhada çatandan sonra Şimir ağanın bir dənə dəvələrindən götürmüşdü. O dəvəni köfədə kesmişdi, ətini paylamışdı. Muxtar dedi, baxın görün, kimin evinə o ətdən gedir, kim o əti aparıb, yiyibdi o dəvənin ətindən, evləri xaraba qalmalıdır, hamısı qırılmalıdırlar. Ta kim ki İmam Hüseyin ağanın qətlində zərrə qədər iştiraki olmuşdu, Muxtar hamısını öldürdürdü.
Hamısını bizim üçün məsələn qəddarlıq görsənər ki, bu qədər məsələn adam qəddar olmaz ki, öldürdü. Yox, sən bax onlar kimin ölümündə iştirak eləmişdilər? Gör onlar kimi dəvət eləmişdilər? Kimi dəvət eləmişdilər, sonra kimi öldürmüşdülər onlar? Seyyid-i Şühedan özləri dəvət eləmişdilər, sonra da özləri öldürmüşdülər. Bunlar həmin o adamlardılar. Əmir-əl-Müminin dalında deyəm, Əmir-əl-Mümini öldürən adamlardılar bunlar. İmam Həsən ağanı dalında deyəm, İmam Həsən ağanı öldürənlərdirlər bunlar. Necə ki, sonra Muxtarı da xəyanət elədilər bunlar. Hər halda mən üçün vaxt çox azdır, mən bunların hamısını geniş təfsiratıyla danışmıram. Ancaq bunları necə öldürdü Muxtar? Bəzi adamlar vardı, şəxsiyyətlər vardı ki, bunları doğrudan da Kərbəlada, bunlar ən böyük cinayəti bunlar törətmişdilər. O cümlədən Şimir, məlun ki, bəzi rəvayətlərə görə Seyyid-i Şühedanın başını kəsən də elə o məlun olmuşdu. Şimir Muxtarın əlindən qaçıb bir səhrada pənah tapdı özü üçün. Səhrada pənah oldu və Muxtar tərəfindən bir dənə dəstə ayrılmışdı. Muxtar bir nəfər nökər, öz nökərini göndərmişdi ta Şimiri tapsınlar, onu həlak eləsinlər. Bunlar Şimirin olan yerə yaxınlaşanda Şimir öz ətrafında olan 5-6 nəfərə dedi ki, məndən ayrılın, qoy bu nökər gəlsin, elə bilsin mən təkəm, hücum eləsin mənə, mən bunu öldürüm. Şimir özü qudretli idi, bu nökər də qudretli. Nəsə Şimir bu nökəri öldürdü. Öldürəndən sonra Şimirə dedilər ki, Şimir, da iş çətindir, sən buradan gedginə. Dedi, yox, mən buradan gedən deyirəm. Bu Muxtar kimdir ki, həyasının biri çıxıb da indi burada qiyam eləyibdir. Mən onu da, onun qabağından qaçan deyirəm. Elə bu səhrada qaldı. Səhrada qalanda bir nəfər öz nökərlərindən birini əvvəlcə Salı təpiyinin altını bizim dilimizlə döydü. Dögəndən sonra bir dənə məktub verdi ki, bunu aparıcıyla, xəlifəyə tərəf çatdırıcıyla ki, bəs Muxtar belə bir iş görür. Nökəri dögərsən, məktub verib göndərərsən də o xəlifə tərəf gedmədi. Gəldi elə Muxtar tərəfə ki, Şimirin yerini xəbər versin. Bu zamanda Muxtar Əbu Umrəni vəkil eləmişdi, göndərmiş. İndi necə olar, görürsən ki, axşamlar, məsələn, bəzi vaxtlarda, necə deyərlər ona, vayini vaxtlar qoyarlar, məsələn, saat 6-dan sonra heç kəs bayıra çıxmasın. Komendant saatı kimi. O cürdə Muxtar adamlar təyin eləmişdi. Onlar gezirdilər Mədinənin ətrafını, gezirdilər. Hər kimi görsəydilər artıq bu cürlə qatillərdən, onu odağa götürüb gəlirdilər. Bunlar belə axtarırlar, o cürlə gezirlər, görürlər bir nəfər gəlir. Bir nəfər gəlir, gəldirir ki, sən kimsən, hara gedirsən? Dedi, bəs mən əmirin yanına gedirəm, əlimdə məktub var. Açdılar məktubu, gördülər ki, o filan kisə satacaq Şimirdən. Elə ki, Şimirin adını oxudular məktubda, dedilər, Şimir hanı? Dedi, sizin 1-2 kilometrliyinizdə aradadır. Gəldilər, şimdi bunlar yatmışdılar. Yatan yerdə mühasirəyə aldılar bunları ki, Əbu Əmr bunları mühasirəyə aldı. Şimir ayıldı yuxudan. Ayıldı və paltarlarını giyməyə vaxt tapmadı. Bir dənə parça bağladı öz belinə, qılıncı götürüb çıxdı bunların qabağına. Hər halda Şimiri bunlar öldürdülər. Öldürəndən sonra başını ki, bunun bədəndən ayırdılar məlunun. Bədənini necə ki, Seyyid-i Şühedanın bədəninin üstündə bu at çapdırmışdı, dəvə çapdırmışdı. Əbu Əmr dedi ki, indi bunun bədəninin üstündə dəvələri çapdırın. O qədər çapdılar bunun bədəninin üstündə at, dəvə çapdılar ki, tikə-tikə oldu, Şimirin bədəni dağıldı, döküldü. Bu cürlə onu məhv elədi Şimiri. Başını götürdülər, gəldilər Şimirin. Başını Şimirin götürüb gəldilər Muxtarın yanına, Muxtarın yanına başını götürüb gəldikdən sonra bunun, Muxtar göndərdi onu imamın, Məhəmməd Hənəfiyyə yanına, sonra imamın yanına, hər halda bu qatilini bu cürlə bunun canını aldılar. Ondan sonra ikinci adam ki, bunları öldürdü, İbn-i Ziyad məlundur. İbn-i Ziyad 83 minlik qoşunla gəlirdi Muxtara tərəf. Muxtarda 20, bəzi taraflar 20 min qoşun. Diqqət edin, Allah Teala vədə verir Qur'anda. Əgər sizlərdən sabir, səbir eləyənlər olsalar, əgər 1000 nəfər səbir eləyən olsa, 2000 nəfərə qalib gələr. Əgər məsələn 100 nəfər olsa, 200 nəfərə qalib gələr. Allah Teala orada sayılar müxtəlifdir ki, Quran-ı Kərimdə Pərvərdigar mütəal buyurur. Hər halda 20 minlik qoşunla 83 minlik qoşun üzbəüz gəldilər. Mosulda, indiki İraqın Mosul şəhərinin kənarında. Bunlar üzbəüz gəldilər bir-biri ilə. Bir nəfər İbn-i Ziyadın qoşunundan ki, onların şuarı bu idi ki, ya Osmanın tərəfdarları, onların şuarları bu idi. Bu eşidəndə ki, bu Osmanın tərəfdarları bunun acığına gəldi. Osman kimdir ki, mən Osman'a görə də vuruşmalıyam. Gəldi,
İbrahimin yanına. İbrahimlə görüşdü. İbn Ziyadın qoşunundan. Gəldim İbrahimlə görüşdü. Dedim, mən qoşunun sol tərəfində olacağam. Sən çalış sol tərəfdən hücum elə. Sən sol tərəfdən hücum eləyəndə mən öz ordumu çəkəcəyəm dala. Ondan sonra onların sizə pərən-pərən qarşılıqlı düşəcək. Siz qalib gələrsiniz buradan. Vədə verdi bunu İbrahimə. İbrahim də bu işə əməl edirdi. Elə ki, sabahı günü qoşun həmləyə hücum eləyəndə o adam çəkildi dala. Çəkiləndə qoşun arası bir qarışıqlıq düşdü. Amma hər halda 83 min adamdılar bunlar. Bunlar təzədən birləşdilər. Bu dəfə İbrahimin qoşunu pərən-pərən düşdü, qaça-qaça düşdü. Qaça-qaça düşəndə bir nəfər adam vardı İbrahimin qoşunundan. Şuar verdi, dedi ki, mən Əmirəl-Müminindən belə bir Əleyhisselamın, ikinci Əmirəl-Müminin sözü ucan idi, ikinci sözü ki, işlətdilər Əmirəl-Müminindən ki, Həzrət Əleyhisselam buyurmuşdu qoşunun barəsində. Demişdi, İbn-i Siyadla sizin qoşununuz Muxtarın qoşunu üzbəüz gələcək. Muxtarın qoşununda dağıntı əmələ gələcək, qaçacaqlar. Amma onlar ikinci dəfə birləşəndən sonra, onlar İbn-i Ziyadın qoşununu dağıdacaqlar, onların əmirlərini də öldürəcəklər. Elə ki, təzdən bu şuar Əmirəl-Müminin adından deyildi, qoşun təzdən yığıldı bir yerə. Elə ki, qoşun yığıldı, da bu dəfə İbn-i Ziyadın qoşununu məhv edildilər. 20 minlik qoşun, 83 minlik qoşunu dağıtdılar. Dağılandan sonra bir çox adamlar bunların içərisində öldülər. O cümlədən də İbn-i Ziyad. Amma İbn-i Ziyadın ölməyini heç kəs bilmirdi. İbrahim dedi ki, mən döyüşəndə bir nəfər yekə bir adam vardı. Çox cüssəli bir adamdı. Hər kəs buna yaxın gedirdi, öldürürdü. Mən gördüm ki, bu çox qüdrətlidir, qüvvətli bir pəhləvandır. Allahdan kömək istədim, hücum elədim buna. Hücum elədim, birinci zərbədə bunun qolunu vurdum, mən saldım yerə. Qolunu vurandan sonra ki, bunu zəiflətdim, ondan sonra vurdum əlini, ayağını, kəsdim, mən bunu öldürdüm. Ancaq bunu öldürəndə bunun bədəninə xoş iyi gəlirdi, ətirli gəlirdi bununla. Məlum edirdi ki, bu bunların başçılarındandır. Əgər hər kəs tanıyır, gedin, baxın ölülərin arasına. Getdilər, baxırlar, görürlər ki, bəli, tanıyanlar, görürlər ki, həqiqətən İbrahim dedi ki, mən necə vurmuşam, bunu öldürmüşəm, görürlər ki, bəli, həmin İbn Ziyaddır. Yəni, Malik Əşlərin oğlu İbrahim İbn Ziyad öldüm. Bunun başını kəstilər. İbn Ziyadın başını kəstilər, İbrahim göndərdi. Başını kəsəndən sonra bunun cəsədini yandırdılar. Gecəni səhərəcə İbn Ziyadın bədənini yandırdılar orada. Oturdular onun üstündə, bədəni yandı, bunlar da başladılar tamaşa eləməyə. O qədər bunların içərilərində yanıqlıq vardı İmam Hüseyin ağaya görə. Bunun başını göndərdilər Muxtar üçün. Muxtar evdə səhər çörək yeyirdi. Səhər çörəyi, nahar yeyirdi. Gördülər ki, İbn Ziyadın başını götürdülər. Elə ki, İbn Ziyadın başını götürdülər, Muxtar getdi səcdəyə. Getdi səcdəyə, dedi ki, şükür olsun Allaha, Seyyid-i Şühədanın başını bu İbn Ziyad məl'unun aparanda oturub səhər çörəyini yedi, bu nahar yeyirdi. Allah mənə qismət elədi ki, mən də elə səhər çörəyi yeyəndə bunun başını götürdülər mənim üçün. Muxtar çörəyini yiyib qutarandan sonra bunun kəsilməyib başını, ayaqqabısını giydi ayağına saldı bizim dilimizin tepiyinin altına. Da bunun başını o qədər tepiyi vurdu ki, tarixdə yazır ki, bütün bunun sifəti dağılmışdı, başı da göyərmişdi. Vurandan sonra çıxardı ayaqqabısını, atdı nökərcim ki, bunun qanı necisdir, gücünlə indi mənim ayaqqabımı. Ondan sonra onun başını göndərdi Məhəmməd Hənəfiyyə üçün. İmam Zeynəl Aleyhisselam bu zaman Məkkədə idi. Məhəmməd Hənəfiyyə də İbn Ziyadın başını göndərdi Seyyid-i İmam Hüseyin ağa üçün, İmam Zeynəl Aleyhisselam üçün. İmam Zeynəl Aleyhisselam üçün bunun başı gələndə İmam Zeynəl oturub səhər çörəyini yeyirdi. İmam Zeynəl baxdı, dedi, şükür olsun o Allaha ki, atamın başını bunun qabağını götürəndə bu səhər çörəyini yeyirdi. Şükür olsun o Allaha ki, mənim də qabağıma bunun başını, onun başını götürdü. Hə, mən Allahdan istəmişdim ki, eynən o halət bunun üçün yaransın. Ki, Allah mənim duamı qəbul elədi. İndi mən çörək yeyəndə bunun başını mənim üçün götürdülər. İmam Zeynəl Aleyhisselam bunun başını götürdü. Ondan sonra apardılar Məkkəyə Abdullah ibn Zübeyir üçün. Abdullah ibn Zübeyrə bunun başını çatdırandan sonra o da gördü İbn Ziyadın başını. Ondan sonra dedi, vurun bunun başını nəyə? Gezdirin bütün Məkkəni. İbn Ziyadın qoy cəmaat hamısı görsünlər. Gezdirəndən sonra dedi, aparın dəfn edin. Elə ki, dəfn eləməyə adı yandı, bunun başı düşdü yerə. Yerə düşən kim? Yerdən bir daha ilan çıxdı. İlan çıxdı, girdi bunun burnundan, girdi ağzından çıxdı. Ağzından girdi, qulağından çıxdı. Götürürlər ikinci də bunun başını təzədən atdılar, bastırsınlar, görürlər ki, yox.
yenə təzdən baş qaldı üzdə, yenə ilan gəldi burnundan, girib qulağından, o üzünə 3 dəfə bu iş təkrar aldı. Onu görürlər ki, yox, mümkündür. Zübeyir'in oğlu dedi ki, Abdullah ibn Zübeyir dedi ki, bunun başını atın yerə, qoyaraq qalsın küçənin ortasında. Uşaqlar daşla vursunlar, kim istedi təpi ilə vursun, elə bu zünnədə onun başı məhv olsun geçsin. İbn Ziyadın başı qaldı küçələrdə, cəmaat kim keçirdi, daşla vururdu, təpi ilə vururdu, o zünnədə onun başı məhv oldu, getdi aradan. Üçüncü şəxs ki, bilirəm, vaxt çox keçdi, ancaq istəyirəm ki, bunları bilirsiniz ki, bunlar yaxşıdır bunları bilməyimiz. Ondan sonra hərmələr. Bir nəfər Minhal ibn Əmr. Minhal ibn Əmr deyir ki, mən Məkkədə ziyarətlidir. İmam Zeynəbdi əleyhissalamın yanında olanda gördüm, ağa dua eləyir. Ağa dua eləyəndə indi o duanı mən deyəcəm neydi? Ondan sonra gəlir Muxtarın yanına. Muxtarla deyir, mənim çoxdan dostluğum vardı. Elə ki, Muxtarın yanına çatdım, söhbət. Muxtar dedi ki, biz qiyam eləyəndə sən yoxdun burada. Dedim ki, bəs mən ziyarətdəydim, Məkkədəydim. Gördüm, mən Muxtarla deyir, bazarda gezirdim. Elə hiss edirəm ki, Muxtar neyisi gözləyir. Neyisi ardıycan gedir bu zürnə. Neyisi ardıycan gedir. Bir görə Muxtarın yanına xəbər gəldi ki, biz Muxtar hərmələni tutmuşik. Hərmələni götürdülər, gəldilər. Muxtar elə orada cəllad çağırdı, hərmələrin boynunu vurdurdu. Vurdurandan sonra bir dənə qazan götüzdürdü. Üzr istəyirəm, bir dənə böyük alov qalatırdı, ocaq qalatırdı, hərmələni atdı, ocağın içərisində başladı yandırmağa. Elə ki, başladı yandırmağa, o Minhal ibn Əmr deyir ki, mən dedim, Subhanallah. Subhanallah deyəndə Muxtar baxdı mənə. Dedim, mən İmam Hüseyin ağanın qatilini burada yandırıram, öldürürəm. Sən Allahı Subhanallah deyirsən, pakılıqla yad eləyirsən. Dedim, mən ona görə demədim. Mən Subhanallah ona görə dedim ki, mən İmam Zeynəbdi əleyhissalamın yanında olanda İmam belə bir də dua eləmişdi. Pərverdigara, demirin ateşini, əlosunu hərmələyə qismət edəkinə. Bu günləri ağanın duasının necə müstəcab olmalığını mən gördüm. Elə bunu eşidən ki, Muxtar dedi, düşdü, atdan getdi secdəyə. Alnını qoydu. Dedi, doğrudan imam bu sözü buyurmuşdu. Dedi, bəli. İmam buyurmuşdu, bu cürünə dua eləmişdi. Dedi, şükür olsun Allaha ki, Allah mənim əlimlə imamın duasını müstəcab elədi. Allah Teala imamın duasını qəbul elədi. Ondan sonra deyir, mən Muxtarım ki, Muxtar gedək mənim evimdə çörək yeyək, mənim evim yaxındır burada. Dedi, sən nə danışırsan, məyər mən çörək yerəm? Əgər o cürü imamın duası Allah Teala mənim əlimlə həyata keçirdi, mən bugünkü günü oruç tutacağım Allaha görə. Ki, Allah Teala məni gör nə qədər məhəbbətdir ki, Allah Teala bir neçə rüşvədanın qatillərini budur. Amma o adı Ömər Səd. Ömər Səd Muxtardan əhd almışlar, Ömər Səd başqa bir yerə gedməsin. İcazə vermişdi qalmağına. Çünki vardı ərəblərin içərisində. Əgər bir nəfər gəldi, məsələn dedi ki, mənə vəkil deyən ki, mənə deyməsin, gerək ona əgər götürdün zaminə, ona deyimirdilər. Öldürmürdülər. Ömər Səd də vəkilliyə götürmüşlər Ömər Sədi. Amma Muxtar demiş, əgər birdən Küfədən qırağa çıxsa, öldürəcəyəm onu. Bir günləri gəldi bunun nökəri, dedi ki, Ömər Sədə ki, bu günləri Muxtar səhərdən deyir ki, bir dənə kişini öldürəcəyəm bu günləri. Mən hələ bilən bir kişinin səni demək istəyirdi. Ömər Səd dedi ki, birdən bu məni öldürər, qaçdı. Qaçdı Küfədən gizlinci qırağa. Elə ki, Küfədən çıxdı, dedilər buna bədbəxt sən neynəmirsən? Muxtar sən deyməyəcəkdi nə qədər Küfədəydin, sonra vədə vermişdi. İndi ki, Küfədən qırağa çıxdın, öldürəcəksən. Nə qədər xəbər tutmayıblar, qeyd təzdən dala. Bədbəxt qeydi təzdən dala. Ondan sonra Ömər Sədin oğlu gəlmişdi Muxtarın yanına. Muxtarın yanındaydı. Dedi, Muxtar eşitmişəm ki, deyirlər bu günləri sən bir dənə kişini öldürəcəksən. Dedi, hə, otur burada, bir dənə kişini öldürəcəyəm bu günləri. Oturtdu onu orada, ondan sonra dedi ki, 2 nəfər çağırdı. Nəsə qulaqlarını dedi, biraz keçəniz görürlər ki, bir nəfərin başı bunların əlində gəlir. Gəldilər başı, verdilər, qoydular Muxtarın qabağına. Muxtar dedi, Ömər Sədin oğluna ki, tanıyırsan bu başı? Dedi, bəli, inna lillah və inna ileyhi raciun. Elə ki, bu dedi ki, inna lillah və inna ileyhi raciun. Muxtar dedi, qoşun bunu atasına. Qoşun bunu atasına, bunun da başını kestilər. Dedi, onun başını kestim, Seyyid-i Şühədaya görə, oğlunun başını kestim, Əli Əkbərə görə. Ancaq təəssüflər olsun, o baş hara, bu baş hara. O baş hara, bu baş hara. Ancaq onun bir dənə də oğlu vardı, Ömər Sədin. Ondan sonra o oğlunu götürdü, gəldi Abdullahı, dedi, bunları tanıyırsan, dedi, Allah lənət eləsin bunların hər ikisinə. Dedi, yalan deyirsən, canından qorxursan deyirsən, dedi, yox.
Mən atamı da, qardaşımı da nə qədər istədim saxlayım atamı bu işdən ki, gedib əlvi bulaşdırmayın Peyğəmbərin balasının qanına. Ancaq atam əl çəkmədi. Əl çəkmədi, ona görə də qardaşım ancaq onu həvəsləndirdi. Dedi, gedkinə Rey şəhərini verəcəklər sənə. Ona görə Allah Teala bunların hər ikisini cəzalandırdı, ancaq mən atamı saxlamayım. Dedi, şahidin var, dedi, bəli. Kimdir? Ana. Anasını sağlar, dedi, bəli. Mən də, oğlum da nə qədər istədi ki, o məqsədi saxlayək, gedməsin. Ondan sonra ancaq bu əl çəkmədi, amma Allah Teala axırda bu dedi. Ona görə də Muxtar o oğlunu bağışladı da ona dəymədi, xələt zad verdi ona. Amma axırıncı şəxsiyyət ki, söhbət tamam oldu, onlardan öldürdü, o da ki, Xuli idi ki, Allah lənət eləsin ona da ki, o həmin Seyyid-i Şühədanın başını şimdindən o ikisi aparmışdılar İbn-i Ziyadın yanına. Xuli də ki, eşitmişdi ki, Muxtar Seyyid-i Şühədanın qatillerini harada olsa öldürür, qaçmışdı evinin tuvaletində, üzr istəyirəm, gizlənmişdi. Muxtar adamları gəldilər bunun dalıca ki, tapsınlar bunu. Arvadı Şiə idi, İmam Hüseyin ağanı istəyənlərdəndir. Çıxdı bayra çıqa dedi ki, Xuli evdə yoxdur. Ancaq gözünə işarə edildi ki, tuvaletdədir. Baxılar, xadımlara göstərilir ki, əgər də orada Seyyid-i Şühədanın məhəbbəti varsa, fərqi yoxdur kişi ilə qadın. Seyyid-i Şühədanın yolunda hətta işarə edilir. Dili ilə dedi ki, bilməyəm Xuli evdə yoxdur, ancaq gözlərinə işarə edilir ki, bəs tuvaletdə gizlənibdir. Elə tuvaletdə gizlənibdir ki, onu oradan da çıxartdılar. Çıxardandan sonra onu da elə bayra çəkdilər. Çəkən kimi bayra orada da yandırdılar onu Xulini. Bu da İmam Hüseyin ağanın qatillərini bu zülmə Muxtar tərəfindən məhv olunması. Əlbəttə, mən bunları çox xülasə elədim. Tarix çox genişdir bunların barəsində. Hər halda qiyamlar Seyyid-i Şühədanın şəhadəti İslamın məhv olmağı olmadı. Bəlkə İslam ümmətinin ayrılmaqlığına səbəb oldu. Bəlkə İslam ümmətinin dirilməyinə səbəb oldu ki, ondan sonra bir çox qiyamlar baş qaldırdı, şiələr, hətta rəvayətdə vardı, taxdı ki, 400.000 10 ilin içərisində 400.000 adam öldü Seyyid-i Şühədanın qiyamına. Qalxırdılar, qırılırdılar, qalxırdılar, qırılırdılar. Həm o yanlar, həm yanlar. 10 ilin içərisində 400.000 adam öldü, 72 nəfərə görə. Gör, nə qədər İmam Hüseyin ağanın öz qanı insanlarda ayıqlıq əmələ götürdü, insanlarda bilir. Amma bunlar bir tarixdir. Tarix dedik, hər zamanın hüccəti vardır. Əziz qardaşlar, diqqət eləyin. Bu işdə, bu söhbətlər ki vardır, bunlardan nəticə almaq lazımdır. Nəticəsi nə idi? Nəticə həsəd, nəticə pəxillıq, nəticə cəhalət, nəticə imansızlıq, nəticə insanın əqidəsinin olmamalığı. Hamısı bunlar səbəb oldular ki, Peyğəmbərin gözəl balası, İmam Hüseyin ağam şəxsiyyət dünyadan geçsin. Səy eləyək. Baxın, Bəni Üməyyənin həsadəti, o əvvəldən onlara danışdık, həsadət qəlbimizdə olmasın. Bəni Üməyyənin zamanınızda yaşayan insanların cəhaləti, səyə cahil olmayaq, məzhəbimizə, dinimizə alim olayıq. Bunlar bizə vacibdir, bunlar lazımdır. Və səy imanımız möhkəm olsun. Əgər imanımız möhkəm olsa, qorxumuz yoxdur. Ağa, İmam Zəman ağa hər vaxt zuhur eləsə, ağanın himayətində biz yanacaq. Allaha and verir İzzə Cəlalı xatirinə, dünya və axirət bizi Qur'an-ı Kərimdən və əmiyyətha salamullahi əleyhimdən ayırmasın. Allaha and verir İzzə Cəlalı xatirinə bugünkü günləri Seyyid-i Şühədanın məktəbində ondan söhbətləri, ondan əzadarlıqları, Pərvərdigar mütəal bizlərdən dərəcəyə qəbul getirsin. Allaha and verir İzzə Cəlalı xatirinə hamısını bizim axirətimizdə zəxirə eləsin bizlər üçün. Allaha and verir öz böylüyü xatirinə Ağa İmam Zəmanın mübarək vücudunu yerin gömbəlasından hifz eləsin. Ağanın simasında dini alimlərinin mərcəiyyətini, mömin-möminatı, müsəlmanları yerin gömbəlasından hifz eləsin. Allaha and verir öz böylüyünə xatir, mərizlərimizə, xəstələrimizə, hər yerdə vardılar, şifaya azir, inayət eləsin. Allaha and verir öz əzəmətinə xatir, əsirlər, əsirlikdə olanlar var, həbsdə olanlar var, zindanda olanlar vardır. Tezliklə hamılarına fərəz versin. Allaha and verir öz böylüyünə xatir, əymi ətəssalamullah əleyhim əcməyinə xatir. Allaha and veririk ki, dünya və axirət bizi bir daha Əhl-i Beyt əleyhissalamdan uzaq salmasın. Şəri hacətləri olanlar var, ev istəyənlər var, ailəsi istəyənlər var, övlad arzusu olanlar var. Allaha and verir öz böylüyünə xatir hamıların hacətlərini bərabərdə və xeyr eləsin. Bin nəbiyyi və alih və billi Fatih.